Salam. Dadına doyum olmayan yasəmən mürəbbəsi hazırlayırıq. Bunun üçün bizə 200 qram yasəmən lazımdır. Onu əvvəlcə yuyuruq tərtəmiz. Təmiz yuduqdan sonra bişirəcəyimiz qaba əlavə edirik. Qazımızı yandırıb üzərinə qoyuruq. 1 litr 200 qram su əlavə edirik və yasəmən ləçəklərini 15 dəqiqə qaynadırıq ki, yumşalsın. Ara-ara üzündəki kəfi mütləq yığırıq. Üzərinə 200 qram yasəmən ləçəyimizdirsə 1 kilo 300 qram da pesıq əlavə edirik. Qarışdırırıq, ara-ara kəfini yığırıq. Hazır olana yaxın, mürəbbəmiz hazır olana yaxın rəng əlavə edirik. Bu rəngdən azca əlavə etdim və mürəbbəmizin suyundan da üzərinə əlavə edib qarışdırıram yaxşıca. Mən özüm əlavə etdim. İstəməsəniz belə rəngi də bu cürə istifadə edə bilərsiniz. Yasəmən rəngini az da olsa əldə etmək üçün. Mən çox az əlavə etdim. İnşallah ki, rəngi yaxşı olur. Birazcana da limon duzu əlavə edirəm. Limon duzumuzu da əlavə etdik. 5 dəqiqədə qaynasın, söndürək. Mürəbbəmiz artıq hazırdır. Rəngi də tam istədiyim kimidir. Yəni çox qırmızı mən istəmirdim, belə dönük bir rəng istəyirdim. Çox gözəl oldu, dadı da çox gözəldir. Yasəmən mürəbbəmiz hazırdır.